Sabahınız xeyir qızlar. Yeni vloquma hər biriniz xoş gəlmisiniz. Mən hazırlaşıram. Yoldaşımla diş həkiminə gedəcəyik. Həm də Basmaya getmək istəyirik. Sizin üçün də çalışacağam ki, vloq çəkim. Bu işıqla belə makiyaj etməyə çalışıram. Qızlar, yoldaşımla birlikdə çıxdıq yola. Əvvəlcə avtobusu gözlədik. Bundan sonra isə getdik xalqlara. Orada yoldaşım həkimə getdi. Dişlərini düzəltdirir. Buna görə də mən də orada bir sıra mağazalara baxdım, lakin heç nə almadım və buna görə də sizin üçün heç nə çəkmədim. Bundan sonra isə yoldaşımla birlikdə gəldik Basmaya. Gəlmişik Basmoy bazarına. Alışveriş etdik. Evdə sizə göstərərəm nələr aldığımızı. Kızlar, elə Basmoydan da avtobusla qayıtdıq və belə bir şeylər, tərəvəzlər filan almışdıq. Market qiymətlərinə baxanda nisbətən ucuzdur. Deyə bilmərəm ki, çox ucuzdur, amma nisbətən fərq var idi. Qaynanam qutab bişirmək istəyirdi. Buna görə də sumaq filan da aldıq. Brokolinin qiyməti biri 50 qəpik idi. Buna görə də 2 ədəd götürdüm. Lakin o qədər də çox xoşlamadım. Belə armud filan da götürdük, tərəvəzlər götürdük. Yoldaşım üçün 15 manata, deyəsən 1 manat da indirim elədi. 14 manata belə bir şalvar aldıq evdə geyinmək üçün. Bundan sonra isə artıq qaynanam başlamışdı qutab bişirməyə. Düzü mən kömək etmək istirdim, amma heç halım yox idi. Bilmirəm nə ilə bağlıdır. Səhər ya tez durmuşduq, ya da ümumi bir halsızlıq var idi məndə. Evdən çölə çıxarkən hər zaman deyirəm ki, yemək yeyib çıxacağam. Çünki mən yemək yemədiyim zaman çox halsız oluram və başım ağrımağa başlayır. Buna görə də hər zaman deyirəm ki, bundan sonra evdən çıxmamış yemək yeyəcəm. Amma bu dəfə də yemək yeməmişdim və gəlib tez bazar bir yemək yedik. Ondan sonra da yorğunluq çöktü və bir müddət yatdım Alina yatdığı zaman. Və ondan sonra da oyandım. Artıq qutablar da hazır idi. Oturduq qutab yeməyə və bundan sonra isə makiyaj masamı neçə vaxtdır ki təmizləmək istirdim, amma heç cürə fürsət olmurdu və başladım buranı da təmizləməyə.
Olmaz. Olmaz. Qızlar, burada da gördüyünüz kimi artıq səsi kəsmək məcburiyyətində qaldım. Çünki Alinanın səsindən videoda yaxşı alınmırdı. Buna görə də istədim ki, üstündən səsləndirim. Burada da gördüyünüz kimi aşağı şkafda yığışdırmağa çalışıram. Sadəcə siz mənim buranı yığışdırma formamı görsəydiniz, yəni şoka düşərdiniz. Alinanı bir tərəfdən saxlamağa çalışıram ki, buranı, bu şkafı çox sevir Alina. Hər zaman buranı qarışdırmaq istəyir. Buna görə də özünü saxlaya bilmirdi. Uşaqdır, onu da başa düşürəm ki, çox əşya var, ona da maraqlı gəlir. Amma mən neçə vaxtdır ki, yəni buranı yığışdırmaq istəyirəm, amma Alinaya görə yığışdıra bilmirdim və uzandıqca da uzanırdı. Hələ də istədiyim formada yığışdıra bilmədim. Bir paket atılmalı şeyləri gördünüz orada. Vaxta keçən məhsullar filan, lazımsız əşyalar hamısını atdım. Amma buradan da çıxarmaq istədiyim bəzi şeylər var idi. Sadəcə onları da çıxara bilmədim. Çünki fikirləşməli idim ki, nəyə atım, nəyə atmayım. Dərmanlara filan məsələn baxa bilmədim. Çünki Alina ancaq qutulu bir şey gördüyü zaman oyuncaq bilir və onları götürmək istəyirdi. Və bu formada da tez-tez buranda yığışdırdım. Amma mənim üçün həqiqətən də çox çətin oldu Alina ilə buranı yığışdırmaq. Və yığışdırdıqca da bir şeyə fikir verirəm ki, bu makyaj masasının üstü daha da pis vəziyyətə düşürdü, daha da dağınıq bir görüntü yaranırdı. Hələ kənarda Starex'in paketi var. Onu içini təmizlədiyim zaman özüm də şok oldum ki, neçə vaxtdır Alinadan gizlətdiyim nələri, bütün məhsulları filan hamısını atırdım onun içine. Alina dağıtmasın. Buna görə də onun içi də çox qarışmışdı. Və qızlar, başladım bu paketin içindəkiləri də çıxarmağa. Mən ümumiyyətlə belə şəffaf rəngdə paketləri çox zaman atmıram, saxlayıram ki, içinə hansısa misal üçün pastelləri filan qoymaq olur. Təbii ki, təmiz olanları saxlayıram. Bunun da içindən çıxan əşyaların qədərinə baxın. Yəni hamısı demək olar ki, çoxu lazımsız bir şeylərdir, amma saxlamışam ki, bəlkə nəyəsə lazım olar. Buranda istədiyim kimi, istədiyim formada yığışdıra bilmədim. Sadəcə burada mənim dəftərlərim filan var idi. Saxlamışdım ki, onlarda şəkil çəkərəm, videolar çəkəcəm digər kanalı üçün. Sadəcə buna gördüm ki, artıq vaxt çatdıra bilmədim.
ve bir müddətdir ki, artıq bu burada qalmışdı. Apardım, onu da yerinə qoydum. Dəftərləri filan ki, yəni mənə hələ ki lazım deyil. Çünki Alina ilə onsuz da bunları edə bilmirəm və belə bir məhsullar filan almışdıq. Bunların hamısını atıram. Çünki bunlar bizə lazım deyil. Ümumiyyətlə evdə bir il əgər nəsə lazım olmursa, məncə onu atmaq lazımdır. Və çox zaman da belə bir şey olur ki, hansısa bir məhsulu atırsan, hansısa bir əşyanı atırsan və atdıqdan sonra həmin əşya lazım olur. Qızlar, mən bu işləri görərkən kənarda da keçən dəfə qarın almışdıq. Keçən vloqlara baxanlar bilir ki, qarın almışdıq. Onun bir hissəsini də saxlamışdım. Onu da qoydum qaynamağa ki, biz qarın qutabı eləmək istəyirik. Buna görə də fikirləşdim ki, indidən qaynadım, içliyini hazırlayım, qoyum. Çünki hamısını eyni gündə edəndə biraz yorucu olur. Buna görə də onu da qoymuşdum qaynamağa. Çünki onsuz onu buzluqdan çıxarmışdıq. Bir də tezdən dondurmaq istəmədim. Və o da orada qaynayırdı. Artıq Alinanın da yuxu vaxtı oldu. Mən işlərimi tam formada bitirə bilmədim. Buna görə də fırçalarımı da yudum. Burada gördüyünüz kimi. Bundan sonra isə artıq gedirəm, qarını boşaldıram başqa qazana və Alinanı da yatırıb yatıram. Çünki başqa iş görə bilmədim Alina yatdığına görə. Və artıq növbəti gündür. Növbəti gündən hər birinizi salamlayıram və başladım mən səhər yeməyi hazırlamağa. Həm özümə, həm də Alinaya. Yemeğimiz de hazırdı. Bu Alina'nın yemeği. Bu da benim yemeğim.
Burada da artık gördüyünüz kimi təmizliyim bitir və biz bundan sonra gedirik mamamgilə və orada da anam belə bir ürək almışdı. Böyüklüyünü də sizə göstərirəm ki, görün nə boydadır. Burada da yemək hazırladıq və uşaqlar da bacımın uşağı ilə, yəni Gözəllə birlikdə oynadılar. Axşamı da evə qayıtdıq. Evdə də yenə işlərim qalmışdı, çünki yoldaşımın köynəklərini ütüləməmişdim və başlayıram ütü işimə. Biraz sizin üçün bu ütü hissəsini sürətləndirdim ki, sizin ürəyiniz sıxılmasın. Kaş həyatda da bunu sürətləndirmək olardı, amma təəssüf ki, bu hələ mümkün deyil. Və tez-tez başlayıram bunları da üstləməyə, çünki artıq bizim yuxu vaxtımız çatır. Alina da biraz bugün gec yatdığına görə Alina da nənəsi ilə oynayırdı və onu da yatırmadım. İşlərimi gördükdən sonra artıq gedəcəm yatırmağa. Əgər vloqlarım sizin xoşunuza gəlirsə, sizdən xahiş edirəm ki, kanalıma abunə olun və mənə dəstək olun. Sizin üçün maraqlı formatda təmizlik vloqları, ev vloqları çəkməyə çalışıram. Buna görə də sizdən mənim zəhmətimi xahiş edirəm ki, dəyərləndirin və kanalıma abunə olun. Hələlik isə sizinlə burada sağollaşıram. Özünüzə çox-çox yaxşı baxın. Vlogumu da buraya qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Hələlik.